Yeniden bir geri dostlar Fenerbahçe Sturm Graz 66. dəqiqənin tamamlanması ilə yeniden birlikteyiz. Kapıda heyettandak. Kapıda Fenerbahçe'de Mert Günok. 27 Semedo. Nelson Semedo. 37 Milan Skriniar 15. Nathan Ake. 24 Osterwolde. 6 Matteo Guendouzi 31. N'Golo Kante. 11 Mason Greenwood 10. Marco Asensio, 9 Kerem Aktürkoğlu, 94 Anderson Talisca. Ben akıllı, ben YouTube yattım mı ya? Ondan sonra 33. bölümü izleyeceğiz. Birazdan. Evet, 34 budur ben. 34 birazdan. 34'de izleyebiliriz az sonra. Birazdan. Evet. 1, 2, 3, 4 tane de işleyip transfer temsilcisi. Sağ ol Fenerbahçe. Ölçü kanalları kömeğini yedin. Bu ne bir ne vurdu? Evet. Arsenal Real Betis'i uzun biliyoruz. Arsenal ön boyunu yine sokulmalı. Esas heyetmiş var. Kai Havertz, Douglas Ben White. Arıza balak, məzənəysən sən? Valla əsas heyətlə çıxır. 4-8-dən. Yetim hələ ikinci heyətlə çıxır. Real Betis. Hələ burada heyətdə. Hələ burada heyətdə Antonisi, Iscosu, Can sən düşsən Kuko Hernandesi yoxdur ha. Gör onlar olsa bu yetimlər neçə dənəsini yeyər? 6'sını rahat, 7'sini rahat yer, oturur aşağı. Evet, ölçek anlamına baxım. Deyim ki, Avstriya, evet. Avstriya baxaq. Avstriya xalalanmadı maalesef. Türkiyə xalasa nə olur? Heç bir dəyişikliyi yoxdur. 46 min satırlar. 46 min keçirlər. Azərbaycan təəssüflər olsun ki, xalalanmadı. Ümid Qarabağandı. Evet, Ümid sənədir ancaq Azərbaycan əsgəri. Aylara bax, 250 xalımızı alırsan. Biz də 21.200 keçmişik. 250 xaldan sonra da 321.437 xal olacaq. Ukrayna geridə mən 22.337. 2375 adamlar 31. Sabah birlikdə olacaq. Zaten. Kostan möhtəşəm bir qələbələ qullar görsəydi mən rahat yardım ya. Kadar basit aksiyonu var. Taşılar hazırlanan bu arada Azərbaycan Osterwolde 30-cu dəqiqədə oyundan çıxdı, yerinə Arce Brown daxil oldu. Maraqlıdır həqiqətən. Oyunun ən yaxşı Milan Skriniar seçildi. 8.6 reytingi var. Kerem Aktürkoğlu, Kerem Lasinsiya dəyişiklik gəldi. Fred İrfancan kahveci oyuna daxil oldu. Abi yine mi Fred İrfancan ya? Şaka mısın sen? Sen şaka mısın hocam? Fred'den tapmısan. Ama Fred'in ucu ölü bir. Fred 33 yaşında. Bu adam ölü bir şey yoktu. Sözümü geri alın. Pardon. N'Golo Kante 35 yaşında oynayırsa Fred 33 yaşında şu hokka verir adam. Evet. Olarak hücuma belki bir evet, Ederson düşdü şeye. İkinci qapıcı olaraq gəldi. Mert'e hazırlaşdırmışıq. Çıxart Oğuz Aydın'ım. Vedat Muriqi, Oğuz Aydın. İkisini anlata bilərəm aslında. Və Sidiki Şerif. Yox, 2 dənə işlik haqqı var, hə? İsmail ilə Vedat Muriqi'ni oynatalsınız. Evet.
Evet, Fenerbahçe artıq 71-ci dəqiqənin tamamlanmasıyla 2-0-dur. Evet, ilk yarıda Anderson Talisca'nın Mason Greenwood'un golüyle qələbələr gəlir Fenerə. Dostlar, artıq 74-cü dəqiqə tamamlanmaq üzrədir. Fenerbahçe hələ 2-0-lıq qələbə qazanır. 3 dənə dəyişiklik olub bu dəqiqəyə qədər. Görək növbəti bir dəyişiklik gələ biləcəkmi Fenerbahçedən və gəlsə bu gün Vedat Muriqinin Taci ehtiyatçıdan görə bilərikmi? Hə, 76-cı dəqiqədə tamamlanmaq üzrədir. Digər oyuna göz ataq. Fərənd Soros vurdu bu arada. Yəni şeyə baxın, şarjım nə qədərdir. 9 nədir?
dənə Panathinaikos vursaydı rahatlayardıq, elə nəfəs alardıq. Bolqarlar bu həftə çox uçduya qabağa. Sonrası Peskanın bu komandası xalalanmasında kişi. Sabah ama ACF'nin dirəkə balacaq. Bax bu inşallah olar. Öz evimizdə 2-0'lıq qələbə. Yəni ki 1-0. Oyuna apararıq 90 dəqiqəlik tamamından sonra 30 dəqiqə daha, ondan sonra bir penaltilər izləyərik. Üf, nə əfsanə olar həqiqətən. Oyun nə vaxt dəqiq sabahın növbəti qarşılaşmasına maraqlı gəldi. 3-cü gün deyildi deyəsən, 2-ci gün. Evet, 2-ci gün bütün Çempionlar Liqasının oyunları var. 2-ci gün Çempionlar Liqasına bitiririk. Avropa Liqasından bir oyunu bitiririk. Yine Konferans Liqasından bir oyunu bitiririk. Çempionlar Liqasının 2-ci gününə bütün görüşlərlə birlikte sizlərlə olacaq. Oyundan əvvəldə uçacağıq. Evet, inşallah Karyatda qələbə qazanar. Bizi sevindirər. Evet, daha sonra da oyundan əvvəl milli oyunlar gələcək artıq. Yəni 2 sentyabrın ortalarında falan milli gələcək. Milli demişkən Azərbaycanın oyunu var mı bu arada? Azərbaycan əslində yoxlanış görüşünün öz səhifəsində paylaşım edib. Azərbaycan Tacikistan diye. Maraqlıdır, bu səfər milliyə kim dəvət olunacaq? Bu da maraq çəkir. Evet, Fenerbahçe Sturm Graz'da 78. dəqiqə, Ferencvaros Kornik'te 70, Panathinaikos CSKA Sofya'da 54. dəqiqə tamamlanır. Və oyundan əvvəldə yenə bir yer dəyişdik. Fenerbahçe'den 3-cü golu görəcəkmi? Fener bizi o sevinci yaşada biləcəkmi? Bəlkə bir 3-cü golu basar indilər də. Oha, penalti verildi. Kimə verildi o penal? Fenerbahçe'de Klevdur. Burada yazıldı ki penalti verildi. Ne anladım ben bu işten adam. Fenerbahçe'de hücum var. Ama Allah sen ölsün. Yıkılma olsun. Ben 14. dəqiqədə bize de tamamlanır artık. Fenerbahçe Sturm Graz 80. dəqiqələrində tamamlanır. Haydi Fener'im, bir tane gol verelim. Haydi Fener'im. Az da çok, bir tane gol verelim. Haydi Fener'im, gol görelim. Hocam biz Vedat bunu günü oynasandı yüreğim taşıdı. Vedat diye kaldık. Bir taneyim ha. Haydi Fener'im, goller görelim. Haydi Fenerbahçe.
Fenerbahçe'de burada bütün futbolcuların artıq adı qalxdı. Dəyəri qalxdı. Rating artdı. En yüksek şeydi. McDonald 196. Oba qəşəng. Haydi Fener. Fransızlar Şkolnik'te 74. Yine bu parça kusmursaydım. Nefes al artık. Evet, Fenerbahçe Sturm Graz bitirilen kimi. Pislerden sonra bir de Frans Varoş Şkolnik'te olacaq. Ondan sonra biz 8-10 dəqiqə ben Panathinaikos olacaq. Öyle Panathinaikos olacaq. Panathinaikos oynaya bilər. Ailə bilim bizə ait bir oyundur. Heç də görmədim yəni. Ne bileyim, hazırda bizə ait bir oyundur. Yəni ne bileyim, Panathinaikos gol atdı, sevindik. Panathinaikos emeğimizi əziyyətimiz. Hayır, bir tərəfdən istəyirəm, sabah Bolqarıstan qələbə qazansın. Onu istəyirəm. Müqaviləmizdə çünki şey var. Siz deyin, İsrail var. Ona görə. Çünki biz gələcəkdə qələbə qazansaq, en azından sabah konferansiya qazanıb tutuzdurup deyim. Hani full ulusal hərfdən tutulanda konferansa. Fenerbahçe'de serbest vuruş. Ben keçməli Frans Şkolnik'e 76. dəqiqə oynanılacaq orada. Ne vardı ki? Soruşma sahip bizim futbolcumuz o neydi? Qarabağın maraqlandı. Qarabağ buradan burada çox səpələ maraqlanırdı, amma təəssüflər olsun ki Frans Varoş vardı, onunla 5 milyon tələb elədi. Qarabağ demişler, Qarabağ oyunu sabah. Azerbaycan'ın ne Azerbaycan'a gitmiş? Ana Azerbaycan bina. Qarabağın kadrosuna bakıyoruz. Transferlere bakalım. Allah et. Hikmet et. Cebrail 1 milyon. Transfer ücret 1 milyon. Bence bakayım 1 milyon. 150 bin. 30 bin. 500 bin. 1 milyon. 500 bin. Pul xərcləmişik biz normalni. Ha 880 bin burada. Bu ne kadar elde? 1 milyon 380 bin. 2 milyon, 3 milyon, yok 2 milyon. 2 milyon. 380 bin. 2 milyon 880 bin. 2 milyon 880 bin. 2 milyon 910 bin. 3 milyon 60 bin. 4 milyon 5 milyon 60 bin. 5 milyon 60 bin bu kaçın. Bana Zakar hesabı sabahçı oyunda olmayacaq. Təəssüflər olsun. Bunlar da çıxaq da uldurmaqdan. Təəssüflər olsun ki, Zakar hesabını görə bilməyəcəyik. Heyf. Fenerbahçe Sturm Graz Ferencvaroş Şkolnik. Deməli, dedim də Fenerbahçe Sturm Graz bitəcək. 5 dəqiqə 6 dəqiqə qalıb. Ondan sonra bu 67-ci dəqiqə gələcək. Ondan sonra bir 5 dəqiqə sonra gələcək. 67-72 olacaq. 12 dəqiqə dənə. 89 bura gələndə bana bir 6 dəqiqə məsəl üçün artım dilən 7 dəqiqə olsun. 60 nə qədər oldu? 80. Bu da 87 dəqiqə gəlib tutacaq. 84 85 dəqiqə gələcək. Evet, 86. dəqiqədə burada yavaş tamamlamaq sürək. Haydi Fenerbahçe. Bitirəcəyik. Bugünü 35 bölüm bitiririk. 34-cü bölüm bax burada. 34 bölüm burada. Ben bu sənələrini 34-cü bölüm bitiririk. Allah. Fenerbahçe Sturm Graz 86 dəqiqə tamamlanır artıq.
Evet. Saxlayım oyunu davam edəcəm. Görən olacaq dostlar, 87-ci dəqiqə artıq tamamlanır Fenerbahçe Sturm Graz'da. Son 2 dəqiqə 40 saniyə qalır hətta. Oğuz Aydın və Mert Müldür oyunda artıq. Kerem Aktürkoğlu və Nelson Semedo oyundan çıxdılar. Ona daxil olmadan bir dənəsi Archibrov'un ən yaxşı reytingdədir. 7, Fred 6.9, İrfancan Kahveci 6.6 reytingdədir. Hadi baba hadi. Hadi baba bunu salın. Oğlum bu masalıq. Əslər olsun gözlədiyimiz Muriqi olmadı. Yəni ki, gələcək həftədə elə start heyətdə belə görəcəyik. Ən pisi həqiqin ki, Jadon Osterwolde'ni görə bilməyəcəyik. Həqiqin ki, yerində çağlarda görə bilərik. Mən də Mert Müldür orada olacaq. Həmin mövqedə və Archibrov'un ikisindən biri. Evet. Son 1 dəqiqə 40 saniyə burada. 1 dəqiqə 40. Burada 81-ci dəqiqə, bir də 64-cü dəqiqə. Evet. Arada Avstriya, Sturm Graz'a 5'te 5 elədi artıq. Dəyişiklərin hamısını tamamladı. 5. Evet. Maraqlıdır. Sturm Graz 2 dənə qol yediyi təqdirdə müdafiəçini yox. Məhz üçlü yarım müdafiəçini və ikili hücumçunu dəyişib. Evet. Fenerbahçe 90-cı dəqiqəni artıq oynayacaq 1-2 dəqiqədən saniyədən sonra. Evet. 90-cı dəqiqə artıq oynanmağa başlayır. Fenerbahçe rahat keçdi öz evində deyək Sturm Graz'ı. Ümid edirəm ki, səfərdə də bax belə keçəcək. Playoff'da isə Sparta Praha Lyon'la qarşılaşacaq. Sparta Praha Lyon bütünün qalibi ilə qarşılaşacaq. Sparta Praha dünənləri bu arada Lyon'u məğlub eləmişdi 2-1. Təəssüflər. Olsun. Son 30 saniyə. Təxminə gələn biz deyək, görün neçə dəqiqə gələ bilər. Evet, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Ən azı fikrimcə 4 dəqiqə. 4 dəqiqədə habilit ola bilərək Fenerbahçe Sturm Graz'da. 4 dəqiqə. Evet, 0-0-15'te yakın bu videomu bitirəcəyik. Çünki digər oyunlar da var. Frans Varoş Gornik'dən söhbət edir. Panathinaikos bir dənə vursa ürəyim rahatlayacaq. Vurmır ki. 4 dəqiqə yakın yardım deyərlər. Neçə dəqiqə yardım deyərsən sən də nə? Böyle göstermedi. Altı çıxan kimi gələcək, göstərəcək. Nə qarası? Hadi Fenerbahçe, hadi Fenerbahçe vur. 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 Şut bloklandı. Out. Out. Fenerbahçe yeniden eksiz olmalı. Evet, burada bir şey görənmilmiyik. Frans Varoş Gornik'e gedir. Bəlkə Gornik'dən bir dənə işçi bir gol görərik. Frans Varoş'un da sərbəst vuruşu var. Evet, 83-cü dəqiqədadır. Gələcək həftənin 3-cü günü dostlar. Ancaq şey var. Çempionlar Liqası yoxdur. 2-ci gün Çempionlar Liqası bitir. Bugün 3-cü gündür. Həftənin 3-cü günü. 5 avqust, evet. Həftənin 3-cü günü gələcək həftədə PSG Aston Villa 23-də saat 20-lərdən etibarən ancaq konferans liqasının Kopenhagen DFSV, Katowice, Tel Aviv, Rapid payda görüşündə olacaq. Və o görüşlər yəqin ki bitəndən sonra biz şey ola bilərik. Əgər alınsa PSG Aston Villa görüşündə də ola bilərik. Ali Cirak oradan Bolu'ya geçip Ali Krak evet, gələcək 8 avqustda oyun var. 8 avqust yoxlanış görüşü. Frans Varoş Real Madrid
Barcelona Forest. Evet, bu döyüşdə olacaq inşallah. Ferencvaroş 21-dən etibarən 23-də döyüşdən hamısını olacaq yoxlanıb görüşündə hatta. Və yaxud öz liqalarımızda həm Inter Miami'nin oyunlarını deyək. Onun neçə dəqiqə artıq gəldiyi göstərilmir axı. Hansı səbəblərə görə? Mert Müldür və Uzadına nəzər vermək? 5 2 dəqiqədə, 3 dəqiqədə buna görə 8 dəqiqə yenə söyləmək bəlkə bu var. İsmail Kartal direkt hücumu dəyişib və müdafiədən 2 nəfər alıb sadəcə. Bir müdafiəçi yəqin ki məcbur olunub. Şuradan Ostravol yerində yəqin ki alınmasaydı əgər ehtimalən elə oyuna N'Golo Kante çıxacaqdı bəlkə. N'Golo Kante çıxacaqdı yerində bəlkə də Antony Musala falan görə bilərdik. %90 bu arada 4 oynanılır hal-hazırda. 94'te dediğim gibi bitiriyoruz. 93 dakika 16 saniyede bu görüş bitir. Türkiye 200 kalı olarak dibine yazdırır. Türkiye tarafına alkış. Evet, Fenerbahçe'ye bir alkış. Dile bile değil, gürültülü bir alkış. Fenerbahçe Türkiye adına bugün 200 kalı yazdırır. Bravo. Evet. Şampiyonlar Ligi bitme üzere bəli. Şampiyonlar Ligi bitti bu arada. Bitme üzere nədir? Bitti. 5. Evet, Şampiyonlar Ligi bitti. 10 tane oyun idi. 8 dünən idi, ikisi də bugün. 8 dünən idi, 0 eləməsi. 1, 2, 3, 4, 5, 6, 7, 8. Evet, ikisi də bugün. Evet, Fenerbahçe Kornik'i de bitirək. Biz artıq yavaş-yavaş bu görüşü bitirək. Son 3 dəqiqə burada 55 saniyə. Həşdə 6 dəqiqə 10 saniyə tamamlanıb artıq. Səsən 7-də tamamlandı bu arada. Hadi be. Ah be. Evet, son 1 dakika 50 saniye. Görüntüden net.
Evet, son bir dakika. Zarafat bir an önce her gün 10-15'te bitecek diyor. Video. 73 daha onu gözleyen değilim dostlar. 17 dakika daha ekstra gözleyen değilim. Yani Panathinaikos'tan ne olur olsun umurumda değil. Evet, bu görüşte bitireyim. Siz de videomuzu bitireceğiz zaten. Evet, diğer 30. bölüm videosu. 33'tü, 35'ti, bilmiyorum. 35'ti mi bu? Aynen evvel. Evet, 34.